Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban Bayramı münasibətilə ət payı göndərilib. Qafqaz İnfo bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurtlanmış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. Görüntülərlə bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət ünvanlandı. Qurumdan bildirildi ki, isti hava və məsuliyyətsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da artıq aradan qaldırılıb. Qurban Bayramı münasibətilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən 1800 şəhid və qazi az təminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan selafana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında problem yaranıb. Bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Problem dərhal aradan qaldırılıb, həmin qurban payları yenisi ilə əvəz olunub deyə açıqlamada bildirilib. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada ölən Nail Əlizadə tələbə olub. Bu barədə Naxçıvan Musiqi Kolleci paylaşım edib. Qeyd olunub ki, Nail Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin 3-cü kursunda oxuyub. Kollecin kollektiv adından mərhumun ailəsinə başsağlığı verilib. Xatırladaq ki, mayın 23-cü gecə saatlarında Çeşməbasar kəndi ərazisində Hyundai markalı avtomobilin aşması nəticəsində ağır xəsarət almış Əlizadə Nail İlhamoğlu xəstəxanada vəfat edib, daha 5 nəfər isə yaralanıb. Xalq şairi Səməd Vurğunun 1975-ci ildən qarajda istifadəyə yararsız halda saxlanılan avtomobili illər sonra bərpa edilərək Bakıya gətirilib. Avtomobil Səməd Vurğunun 120 illik yubileyinə həsr olunaraq bərpa olunub. Qazaxlı professor İlham Pirməmmədov bildirib ki, bu məsələni Səməd Vurğunun gəlini Nüşabə xanım qaldırıb. Ağlımıza gəlməzdi ki, Səməd Vurğunun 1950-ci ildə aldığı və sadəcə 5 il istifadə etdiyi bu maşında mən otura bilərəm. Bu, həyatımda yaddan çıxmayan günlərdən biri olacaq. Bir neçə il əvvəl Səməd Vurğunun gəlini Vaqif Səmədoğlu'nun həyat yoldaşı Nüşabə xanım məsələ qaldırdı ki, vaxtilə xalq şairinin Pobeda maşını olub və onu Gürcüstanda qoyub. Bundan sonra Gürcüstandakı səfirimiz Faiq Quliyev proseslərə qoşulub. Məlum olub ki, Səməd Vurğun 1955-ci ildə Gürcüstanda olarkən xəstəliyini hiss etdiyi üçün maşını xalası oğluna bağışlayıb. Şairin vəfatından sonra isə bu fakt uzun illər diqqətdən kənarda qalıb, maşının texniki pasportunda da Səməd Vurğun adı yazılıb. Qeyd edək ki, söz gedən avtomobil şairin təhsil aldığı Müəllimlər Seminariyasının Qazax filialının Ada korpusunda yerləşən mərkəzinə veriləcək. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə əsas zərər çəkənlərdən biri vəfat edib. 30 ildən çox hüquq mühafizə orqanlarında işləmiş Əfsəl Həsən Əliyev 76 yaşında ölüb. Həsən Əliyev Şıxəliyev və adamlarının qanunsuz göstərdişi ilə 5 ay həbsdə qaldığını, 50.000 dollar alındığını deyirdi. O başına gətirilənlərə görə həmin dövrdə baş prokuror işləmiş Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Utsubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərər çəkmiş, məhkəmə zalında özünü yandırmaq istəmişdi. Onun intihara cəhdinə görə proses təxirə salınmışdı. Məhkəmə hökmü ilə Həsən Əliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı. Qeyd edək ki, Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.